Son illərdə Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri sürətlə genişlənir. Prezident İlham Əliyevin sözlərinə görə 2025-ci ildə ticarət dövriyyəsi 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin ilk 5 ayında isə ticarət daha 33% artıb. Münasibətlər təkcə dövlət səviyyəsində deyil, həm də regionlar arasında da inkişaf edir. Bir sıra razılaşmalar imzalanıb şəhərlər arasında. Eyni zamanda çoxsaylı biznes layihələr də həyata keçirilir. Bizə göstərilən etimadı yüksək qiymətləndiririk. SOCAR qardaş Özbəkistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Həmçinin bugün Özbəkistanın pərakəndə ticarət bazarına daxil olunacağı, yanacaq doldurma məntəqələr şəbəkəsinin tikintisinə investisiyalar yatırılacağı rəsmən elan ediləcək. Forumun açılışından sonra bizneslər arası danışıqlar baş tutacaq və biz sahibkarları bu imkandan istifadə etməyə çağırırıq. Hər iki ölkənin müxtəlif rayonlardan kənd təsərrüfatı malları, meyvələrin istehsalı planlaşdırılır. Füzuli rayonunda Dostluq adlı meyvə bağının salınması planlaşdırılır. Azərbaycan şirkətlərinin sənaye və infrastruktur imkanlarını nəzərə alaraq Özbəkistan şirkətləri Avropa bazarına çıxmaq üçün daha dayanıqlı təchizat zəncirlərindən istifadə edə bilərlər. İki ölkə arasında qarşılıqlı investisiyalar da artır. Azərbaycan-Özbəkistan investisiya şirkətinin kapitalı 500 milyon dollardır. Özbəkistanda Azərbaycan kapitallı 442, Azərbaycanda isə Özbəkistan investisiyalı 130-dan çox kommersiya qurumu fəaliyyət göstərir. 2008-ci ildən inşaat boyaları, su bazlı boyalar, avtomobil boyaları istehsal edilir. İxracımız var. Rusiyaya, Qırğızstana, Gürcüstana ixracımız var. İstəyirik ki, inşallah Özbəkistanda da nümayəndəlik olsun və burada istehsal ixrac edə bilək. Bir ildən artıqdır məhsullarımızı Azərbaycana, Bakı şəhərinə ixrac edirik. İllik ticarət dövriyyəmiz təxminən 1 milyon dollar təşkil edir və Azərbaycan şirkəti ilə müqaviləmiz var. Bu forumdan yeni imkanların yaranmasını və Azərbaycana ixracımızın daha da genişlənməsini gözləyirik. Şirkətimiz Azərbaycan bazarı ilə ticarət dövriyyəsini 2 dəfə artırmağı planlaşdırır. Forum çərçivəsində keçirilən B2B və B2G görüşləri şirkətlərə yeni tərəfdaşlar tapmaq və bazarlara çıxmaq imkanı yaradır. Məqsəd artan iqtisadi əlaqələri yeni müqavilə və birgə layihələrlə davam etdirməkdir. Rövşən İlyasov, Fidan Mahmudova, Orxan Qayıbov, ASTV Xəbər.